Aktyor Oktay Kaynarca Türkiyədə tanınmış şəxslərə qarşı aparılan narkotik işi çərçivəsində saxlanılıb. Bu barədə İstanbul Baş Prokurorluğu məlumat yayıb. Oktay Kaynarca bir çox məşhur ekran işlərində rol alıb. O, daha çox Kurtlar Vadisi serialındakı Süleyman Çakır obrazı ilə məşhurlaşıb. Paytaxtın Xətai rayonu Məhəmməd Hadi küçəsindəki səkidə asfalt qatı çöküb. Dövlət Su Ehtiyatları Agentliyinin ərazidə apardığı qazıntıdan sonra səkiyə asfalt örtüyü çəkilib. Bundan cəmi bir gün sonra yeni çəkilən qat tamamilə çöküb. Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, qeyd olunan xəttdə dünən gecə yenidən qəza baş verib. Operativ şəkildə müvafiq rayon su kanal idarəsinin qəza briqadası əraziyə cəlb edilib. Xəttin əsaslı təmiri və bərpası istiqamətində işlər görülərək asfalt qatı yenidən bərpa ediləcək.